Salam, hər vaxtınız xeyir olsun. Bugün biz riyaziyyat test toplusundan üçbucaqlar mövzusunun izahına baxacağıq. Gəlin başlayaq. Deməli, birinci sualda belədir. Deyir, iki tərəfi 12,5 və 6,8 sm olan üçbucağın üçüncü tərəfinin uzunluğunun ala biləcəyi ən böyük tam qiyməti tapın. Uşaqlar, yadınızda saxlayın ki, üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Baxın, cəmindən kiçik, fərqindən böyük olmalıdır. Deməli, ən böyük tam qiyməti bizdən istəyirsə, deməli, mən digər iki tərəfin cəmini tapmalıyam. Yəni, 12,5 ilə 6,8-i toplayacağam. Bu da bizə verəcək 19,3. Baxın, uşaqlar, deməli, bizim üçüncü tərəfimiz 19,3-dən kiçik olmalıdır. İndi məndən ən böyük tam qiyməti istədiyinə görə, mən deməli, burada cavab 19-u götürəcəm. Yəni, birinci sualın cavabı A variantı. Keçək üçüncü suala. İti bucaqlarından biri 40 dərəcə olan düzbucaqlı üçbucağın digər iti bucağını tapın. Uşaqlar, yadınızda saxlayın ki, düzbucaqlı üçbucaqda bir bucaq düzbucaq olur, digər iki iti bucağın cəmi hər zaman 90 dərəcə olmalıdır. Deməli, bizdə iti bucaqlardan biri 40 dərəcədirsə, digər iti bucağı tapmaq üçün 90-dan 40-ı çıxacam. 90 - 40, bu da bizə verir 50. Yəni, cavab A variantı. Keçək üçüncü suala. İti bucaqlarından biri 55 dərəcə olan düzbucaqlı üçbucağın digər iti bucağını tapın. Eyni qayda ilə düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcə olmalıdır. İndi bir bucaq 55-dirsə, 90-dan çıxacam 55 dərəcəni. Bu da bizə verəcək 35 dərəcə. Deməli, digər iti bucağımız 35 dərəcəymiş. Yəni, D variantı. Keçək dördüncü suala. Baxın, burada deyir ki, iki bucağının cəmi 124 olan üçbucağın üçüncü bucağını tapın. Yəni, bizə demir, üçbucaq düzbucaqlı üçbucaqdır. İxtiyari bir üçbucaqdan söhbət gedir. Biz də bilirik ki, istənilən üçbucağın, baxın bu hissəyə baxın, İstənilən üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. İndi bizə verib ikisinin cəmi 124-dür. Deməli, mən üçüncü bucağı tapmaq üçün 180 dərəcədən, axı 3 dənə bucağın cəmi 180 dərəcədir. İkisinin cəmi 124-dürsə, deməli, 180-dən çıxacam 124-ü. Bu da bizə verəcək, cavab edəcək 56 dərəcə. Yəni, cavab oldu C variantı. Keçək növbəti suala. İki bucağının cəmi 118 dərəcə olan üçbucağın üçüncü bucağını tapın. Yenə eyni qayda ilə 3 dənə bucağın cəmi 180 dərəcə olduğuna görə ikisinin cəmini çıxıram 180-dən. Yəni, 180 çıxılsın 118. Bu da bizə verir 62 dərəcə. Yəni, C variantı. İndi isə keçək növbəti suala. Deməli, 6-cı sualı izah edirik. Perimetrləri perimetri 39 sm, iki tərəfi 13 və 11 sm olan üçbucağın üçüncü tərəfinin cəmini tapın. Baxın, uşaqlar, yadınızda saxlayın. Hər hansı bir üçbucağın perimetri dedikdə, həmin bu 3 dənə tərəfin cəmi nəzərdə tutulur. Yəni, bu 3 dənə tərəfin
cəmi nəzərdə tutulur. İndi iki tərəfi 13 və 11-dir. Tutaq ki, bura 13-dür, burada 11-dir. Bizə bu üçüncü tərəf lazımdır. Və bizə deyir ki, perimetr 39-dur. Yəni, hər üç tərəfin cəmi 39-dur. Deməli, burada 13 ilə mən x-i tapmaq üçün 13 ilə 11-i toplayacağam, eləyəcək 24 və perimetrdən, yəni 39-dan 24-ü çıxsam, cavab edəcək 15. Demək ki, üçüncü tərəf 15 imiş. Yəni, E variantı. 7-yə baxaq. Deməli, hipotenuzu 13, katetlərindən biri 12 olan düzbucaqlı üçbucağın o biri katetinin uzunluğunu tapın. Gəlin, əvvəlcə qısa bir məlumat verim. Deməli, düzbucaqlı üçbucaqda uşaqlar, düzbucaq təpəsinə birləşik olan tərəflər, baxın, düzbucaq təpəsinə birləşik olan tərəflər, bu hissələr katetdir. Düzbucaq ilə düzbucağın qarşısındakı tərəf isə hipotenuz adlanır. Yəni, bu iki tərəf katet, bu tərəf isə hipotenuz adlanır. Və düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi bərabər olmalıdır hipotenuzun kvadratına. Katetlərin kvadratları cəmi bərabər olmalıdır hipotenuzun kvadratına. Baxın, bura A, bura B və burada biz C desək, deməli, A-nın kvadratı plus B-nin kvadratı bərabər olmalıdır C-nin kvadratına. Katetlərin kvadratları cəmi bərabər olmalıdır hipotenuzun kvadratına. Baxın, hipotenuz 13-dür. Yəni, bura 13-dür. C bərabərdir 13-ə. Daha sonra katetlərdən biri 12-dir. Tutaq ki, bura olsun 12. Mənə nə lazımdır? Digər katet. Deməli, 12-nin kvadratı plus B-nin kvadratı bərabər olmalıdır 13-ün kvadratına. Gəlin bu tənliyi həll edək. Deməli, B kvadratı bərabərdir 13-ün kvadratı bizə verir neçə? 169. 12-nin kvadratı da bizdə neçə eləyir? 144. Deməli, B kvadratı bərabərdir 169 çıxılsın 144. Yəni, B kvadratı bərabərdir 25-ə. İndi biz də bilirik ki, tərəf mənfi ola bilməz. Tərəf nə olmalıdır? Müsbət olmalıdır. Buradan da mən B-ni tapsam, B edəcək, B bərabərdir 5-ə. Yəni, 7-də cavab E variantı. Keçək 8-ci suala. Eyni qayda ilə hipotenuz deyir 15-dir, katetlərdən biri 12-dir. Deməli, katetlərdən biri 12-dirsə, yenə 12-nin kvadratı plus digər kateti bilmirəm. B-nin kvadratı bərabərdir hipotenuzun kvadratına, yəni 15-in kvadratına. Deməli, B kvadratı bərabərdir 15-in kvadratı neçə eləyir? 225. 12-nin kvadratı da edir 144. Yəni, 225 çıxılsın 144. Deməli, buradan B kvadratı bərabər olur 81-ə. B də bərabər olur 9-a. Buradan mənfini götürmürük, çünki tərəf mənfi ola bilməz. Yəni, cavab olur C variantı. Keçək 9-cu suala. Deməli, belə bir şəkil verilib. AB, BC və AC düz xətləri cüt-cüt kəsişirlər. X bucağını tapın. Baxın, uşaqlar. Yox. Baxın, uşaqlar. Bir dənə üçbucaq çəkirəm. Baxın, bu hissə ilə, baxın, bu hissə, bax, bura. Bir-biri ilə qarşılıqlı bucaqlardır. Baxın, bu xarici bucaq deyil. Bu 40 dərəcə
daxili bucağa və qarşılıqlı olan bucaqdır. Yəni bura 40-dırsa, deməli burdakı daxili bucaq da 40 dərəcədir. Yəni bu bucaq 40 dərəcədir. Baxın, eyni qayda ilə bura 70-dirsə, baxın bura da olacaq 70 dərəcə. İndi mən bu hissəni bilmirəm. Bura x-dır. Axı bayaq dedik, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. 70 plus 40 bizə verir 110. 110 plus x bərabər olmalıdır 180 dərəcəyə. Deməli, x da bərabər olacaq 70 dərəcəyə. Yəni cavab olacaq B variantı. Keçək 10-cu sual. 10-cu sualda eyni qayda ilə. Baxın, bu hissə 30-dur, bu hissə 80-dir, bu hissəni bilmirik. Deməli, 30 plus 80 edəcək nə qədər? 110. 180-dən də eyni qayda ilə. Baxın, burada da 30 plus 80 110 edir. Yəni 110 plus x edir 180, x olur 70. Yəni cavab olur D variantı. Keçək 11-ci suala. Perimetri 38 olan bərabər yanlı üçbucağın. Baxın uşaqlar, söhbət bərabər yanlı üçbucaqdan gedir. Bərabər yanlı üçbucaq nə deməkdir? Yəni yan tərəfləri bərabərdir. Yəni bura ilə bura bərabərdir. Və deyir ki, oturacağına paralel olan orta xətt 6-dır. Baxın, buradan bir orta xətt çəksək, orta xətt nə deməkdir? Orta xətt odur ki, tərəfləri, baxın, yan tərəflərin ortasından keçir. Və oturacağın yarısına bərabər olur. Baxın, bura 6-dırsa, onda bu hissə oturacaq olur 12. Orta xətt oturacağın yarısına bərabərdir. İndi yan tərəfləri bilmirik. Tutaq ki, bura olsun A, bura olsun A. Amma perimetri bilirik ki, 38-dir. Yəni 2A plus 12 bərabərdir 38-ə. İki A bərabərdir 26-ya. A da bərabərdir 26 böl 2, 13-ə. Yəni yan tərəfin uzunluğu 13-dür. Yəni C variantı. İndi gələk 12-ci suala. Oturacağı AB olan bərabər yanlı, baxın, söhbət bərabər yanlı üçbucaqdan gedir. Üçbucağın BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. CAD 48-dir. Baxın, uşaqlar, bura 48-dir. Bu hissə 48-dir. BAD 17-dir. Deməli, bu hissədə 17-dir. Məndən C bucağını istəyir. Yadınızda saxlayın uşaqlar. Bərabər yanlı üçbucaqda yan tərəflər bərabər olur. Eyni ilə yan tərəfə bitişik bucaqlar da üzr istəyirəm. Oturacağa bitişik bucaqlar da bərabər olur. Yəni həm yan tərəflər bərabər olur. Baxın, bura ilə bura. Həm də bu oturacağa bitişik bucaqlar bu hissə ilə bu hissə bir-birinə bərabər olur. İndi baxın, 48 plus 17 neçə edir? Bu hissə 65-dirsə, 65 dərəcə. Axı bərabər yanlı üçbucaqdır. Ona görə burada olacaq 65 dərəcə. C bucağını bilmirik. Buranı bilmirik. Bura bir alfa deyək. Deməli, alfa plus 65 plus 65 edir neçə? 130. Alfa plus 130 bərabər imiş 180-ə. Alfa bərabərdir 180-dən 130 çıxanda edir 50. Yəni E variantı. Keçək 13-cü suala. Bucaqları 4, 5, 9 nisbətində olan üçbucağın kiçik bucağını tapın. Baxın, üçbucağın, yenə də təkrar edirəm, daxili bucaqların cəmi 180 dərəcə olmalıdır.
Yəni belə yazıram. 4x plus 5x plus 9x bərabərdir 180 dərəcə. Deməli, bunları topladıqda 18x bərabərdir 180. X bərabərdir 180 bölü 18. Bu da bizə verir 10. Deməli, x 10'dur. Mənə bucaqlar lazımdır. X 10'dursa, bucaqlardan biri olur 4 vur 10, yəni 40. Digər bucaq olur 5 vur 10, yəni 50. Digər bucaq da olur 9 vur 10, 90. İndi məndən kiçik bucağı istəyir. Kiçik bucağımız olacaq 40 dərəcə, yəni A variantı. 14-cü sualda eyni qayda ilə. Gəlin buranı silək. Deməli, bucaqları 2, 7, 9 nisbətində olan 14-cü suala baxsaq, bucaqları 2, 7, 9 nisbətində olan üç bucağın kiçik bucağını tapın. Yəni 2x plus 7x plus 9x bərabər imiş 180 dərəcə. Yenə eyni qayda ilə 2 plus 7, 9, 9 plus 9, 18x bərabərdir 180 dərəcə. X bərabərdir 10 dərəcə. Burada x 10'dur. Bucaqları tapsaq, 2 vur x, yəni 20, 7 vur x, yəni 70, 9 vur 10, yəni 90. Deməli, bucaqları oldu 20, 70, 9. Kiçik bucağı tapın, kiçik bucaq olur B variantı. Gəlin 15-ci suala baxaq. Deməli, A düz xəttdə AB və AC düz xəttləri ilə kəsişir, x bucağını tapın. Baxın uşaqlar, burada əvvəlcə baxın bu üç bucağa baxsaq. Bu üç bucağın görürsünüz, 2 daxili bucağı var, biri yoxdur. Gəlin bu hissəni tapaq. Deməli, 100 plus 48 180 edir. 180 edir. Yox. X plus 48 plus 100 180'ə bərabər olmalıdır. Baxın, bu üç bucaqdan bura bir dənə x desək. Həmin bu x plus 48 plus 100 bərabər olmalıdır 180. Buradan x-i tapmaq üçün x bərabərdir 180 çıxılsın 148, o da eləyir 32. İndi baxın uşaqlar, bu hissəyə fikir verməyin. Gəlin biz böyük ABC üçbucağını çəkək. ABC üçbucağını çəkək. Deməli, baxın bu x-i tapdıq neçə? 32. Deməli, bura 32. Ay, burada da x vermişdi. Onda gərək buna y deyərdik. Gəlin buna y eləyək. Çünki x-in biri var. Bu da y olsun, bu isə də y olsun. Deməli, y-i tapmışıq 32. Bura 32'dir. Deyim ki, biz ABC üçbucağına baxırıq, böyük üçbucağın. Daha sonra bura bilmirəm, x-dir. Digər tərəfdən də bu hissə isə 50 dərəcədir. Baxın, burada 50 dərəcədir. İndi bu üçbucaqda da yenə hər üçbucağın cəmi 180 dərəcə olmalıdır. Yəni, x plus 50 plus 32 neçə eləyir? 82. X plus 82 bərabərdir 180'ə. X nə qədər olacaq? 180 çıxılsın 82. Yəni, olur 90, 180 çıxılsın 82, yəni 98. Cavab olur B variantı. Deməli, baxaq 16-cı suala.
16-cı sualda eyni qayda ilə uşaqlar. Baxın, əvvəlcə mən bu hissəni tapdım. Deməli, 100 plus 32 nə qədər eləyir? 132. 180-dən 132-ni çıxsaq, edəcək 48. Bu hissə olacaq 48. Aha. İndi böyük üçbucağa baxıram. X plus 48 plus bura nə qədər eləyir? 40 dərəcə. Bərabər olmalıdır neçə? 180-ə. Deməli, 40 ilə 48 toplayanda eləyir 88. 180-dən də 88-i çıxsaq, cavab eləyəcək 92. Yəni B variantı. Keçək 17-ci suala. Deyir, düzbucaqlı üçbucaqda iti bucaqlardan biri o birindən 4 dəfə kiçikdir. Baxın, söhbət düzbucaqlı üçbucaqdan gedir. Bayaq biz nə dedik? Düzbucaqlı üçbucaqda iti bucaqların cəmi olmalıdır nə qədər? 90 dərəcə. İndi biri o birindən 4 dəfə kiçikdir. Yəni biri x-dır, biri 4x-dır. İndi bunların cəmi nə qədər olmalıdır? Bunların cəmi olmalıdır 90 dərəcə. Yəni 5x bərabərdir 90 dərəcə. 4x ilə x-i topladım. Elədi 5x. 5x bərabər 90 dərəcə. X bərabər də 90-ı 5-ə böləndə eləyir 18. Deməli, bucaqlardan biri 18-dir. Digəri isə 4x-dir. Yəni, x 18 isə 4x olur 4 vur 18, yəni 72. Və yaxud 90-dan da 18-i çıxıb 72 ala bilərsiniz. Bizdən də böyüyünü istəyir. Böyüyümüz olacaq, böyük bucaq olacaq 72 dərəcə. 18-ci suala baxaq. ABC üçbucağında DAB bucağını tapın. Baxın, DAB, bax bu hissədir. DAB. Baxıram ki, burada 45 dərəcə daxili bucaqdır. Bu isə xarici bucaqdır. Üçbucaqda belə bir qayda var. Üçbucağın xarici bucağı, baxın bu DAB bucağına, üçbucağına baxsaz, bax bu DAB üçbucağına baxın. Bunun xarici bucağı görürsüz 55 dərəcədir. 55 dərəcədir. İndi üçbucağın xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Uşaqlar, üçbucağın xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Baxın, buranı bilmirəm. Bura olsun əlifba. Buranı da bilmirəm. Yox, buranı bilirəm. Bura olsun, bura 45 dərəcədir. Və bunun xarici bucağı, baxın bu. Bu isə 55 dərəcədir. Yəni, əlifə plus 45, yəni daxili bucaqların cəmi, yəni həmin bu üçbucağı qonşu, bax, bunun qonşusu buradır. İndi buna qonşu olmayan, yəni alfa ilə 45-in cəmi olmalıdır 55 dərəcə. Burada indi alfanı tapsam, alfa bərabər olacaq 10 dərəcəyə. Yəni D variantı. 19-da da eyni qayda ilə 65 bizdən DAB bucağını istəyir. DAB. Yəni 65 bərabər olmalıdır həmin bu hissə ilə 45-in cəminə. Deməli, buranı tapmaq üçün 65-dən 45-i çıxıram. Cavab edir 20, yəni A variantı. Bax, 20-ci suala. Deyir, bərabər yanlı üçbucaqda bərabər yanlı üçbucağın perimetri 84 dərəcədir, 84 santimetrdir. Baxın, bu olsun bizim bərabər yanlı üçbucağımız. Bunun perimetri 84-dür. Yan tərəfi oturacağından 1/5 dəfə böyükdür. Bax, oturacağı bir x desin. Yan tərəf 1/5 dəfə böyük olduğuna görə bura olur 1/5x. Axı, yan tərəflər bərabər yanlı üçbucaqda, yan tərəflər bərabərdir axı. Ona görə də bu hissədə olur 1/5x. Perimetr nə deməkdir? Hər üç tərəfin cəmi.
Deməli, bunları toplayanda 1/5x plus 1/5x edir 3x. 3x ilə bu x-i toplayanda eləyəcək 4x. 4x bərabər imiş 84-ə. X bərabərdir 84 bölü 4. Bu da eləyir 21. Yəni x 21-dir. Üçbucağın oturacağını tapın. Bizə elə oturacaq lazımdır. Yəni B variantı.